axırıncı 3 ildə qarşıma çıxan nadir müştərilərdən biridir ki, mən deyirəm ki, bu işdə qənaət etmək olar, o deyir, yox, qənaət eləmə, artıqlaması ilə elə. Baxın, əvvəlcə qazılmış çala quruntu katokla döyəcləndi. Beton hazırlıq qatını verdik. Betonun qurumasın deyə suladıq. Daha sonra isti bitum üzrə 2 qat rubiroidla, yəni tolda izolyasiya dövrənir. Tolda nə tol? Texnonikolun üçlük rubiroidləri, bu da onun etiketi üstündə. Daha sonra tolun üzərinə atsevlə styaşka verdik, yəni beton hamarlayıcı, qoruyucu qat verdik ki, tolu mexaniki zədələrdən qoruyaq. Bundan sonra tava şəklində beton verəcəyik 40 sm qalınlığında. Daha sonra isə bütün işlər konstruktiv qaydalara uyğun olaraq davam etdiriləcək.